Leyla Əliyeva Advazəfər Muzey kompleksində olub. Müstəqil.az xəbər verir ki, Advazəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn Efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözü gedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub. Memorialın girişində İmperator II. Menelik və İmperatriça Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb. Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar, qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir. Leyla Əliyeva Əddis Əbəbənin ən böyük istirahət məkanı olan Dostluq Parkını da ziyarət edib. Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehirli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları musiqinin akordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.